Burada deyir ki, top yaltı vura bilərdi. Top yaltı vura, yaltı vəzir F6 daha yaxşıydı. Ben görüm. Hə, bunu oynamaq istəyir. Vəzir F8 nəyə görəcək? Vurmaq istəyir. At yalta vurub, indi vəzir F6 oynamaq istəyir. Yo, eğer topu yaltı yapırsa ben burada şahırı vezir alır. Vəzir gediyor. Top yaltı. Vəzirdən vurdu, vəzir yaltı. Fil F6. Top D5. Qarşı bir-birini hər bir tərəfə hücum edir. A5. Gedir üstüne. Hərdən hücum deyil. Rəqibə qarşı hücum edir. F5. Zəif geçir. F5. Burada deyir, ən yaxşısı bu atı vurur. Çox təbii. Nə hücum edir? Hücuma keçən mi sən burada? Nə varsa heç şey yoxdur. Heç şey yoxdur. Qaldı orada. Qaldı orada. F5. Gəlir. F5'e atar uşağı. Fil buradan tutur. Aşağı at buradan. Aşağı sevir. Adı ölür. Gözə vurmaq lazımdır bu vaxtında. Atı vurmaq lazımdır. At vurulmur diye. Ona göre fili sıkıştırır. Fil burada sıkıştı. Burada at sedir gelen at. Burada fil sedir. Fil bu lazım idi ki. F A B bu da vurdu. Fil vurdu. J7 şah. Şah J7. Əslində burada aralarda yaxşıdır. Halan hücum etdi. Ne olsun ki böyle? Ne olsun ki burada özüm ata düşür. Bu topla çıkata gelecekti. Burada pis vəziyyət yaranacaq. Ha görürsən? Orada elə mat yoxdur. Orada elə mat yoxdur. Şah sevra 4 F şey A B J7 şah. J7 şah. Şah J7. Şahdan kurban A B A B. Top C2 şah. Hemen bu at C4'ten. Vurulmalı atı. Çünkü hücuma keçsin. Gəl fil mayne olur. Şah D1. Şah D1. Fil Y5. Bu belə geçişlər rol oynuyor. Bax topla atın əlaqəsini kəsir. Həm də eyni zamanda vəzirin arxaya qayıtmağını da kəsir ha. Müdafiəyə. Fikir verirsiniz. Gör nə qədər əlaqə kəsir. Topla atın əlaqəsini kəsir. Vəzirin geri qayıtmasını, müdafiə çəkilməsinin əlaqəsini kəsir. Vəzir Y5 məcbur. Vurdu. Məcbur vurur. Başqa variant nə istəyir? Nə görə? Əlaqə kəsdikcə nə arır? Mat. Matı sağ. Məcburdur ki, onu vura şah deyə. Get şahı məcbur da. Belə şah desə olmaz artıq. Nətər? Atı verir, qurban bir dənəyə qaldı ki. Bərabərə qaldı, o verir, bərabərə. Atı verir. O da bərabərə qaldı. Buradan şah deyil olsa. O da onun şah deyil də. Hədə bərabərə. Şah F7. At vurur F8. Şah F8. Figur keyifdir. Figur buradan fil uduq da. Və top G2. Ağlar təslim olur. Mən olsam belə təslim olacağım. Görürsünüz ki, elə vəziyyətlər var ki, oyunu düzgün aparmaq lazımdır. Elə vəziyyətlər var. Oyunu düzgün aparmaq üçün də figurların elə qurmalısın ki, bir-birinin əlaqəsi olsun. Hücuma da planlı şəkildə keçir. Çalışmazsan ki, qarşıda qalmazsın. Görürsünüz, bir oyuna baxdıq, bu oyundan nəticələr çıxardıq. Biz özümüzdə nəticə çıxardıq ki, burada nə var, orada nətər olur. Yenə də